Okey. Selamünaleyküm əziz və hörmətli dostlar. Biz bu gecə gəlmişik dostlarımızın kamp saytına, kamp yerinə qonaqları olmuşuq. Bu dostumuzdur. Kanada ailəslidir. Bu da gecə saat neçədir? Saat da 8-i 10 dəqiqə keçir. Bura bir meşədir. İçində dövlət neçə yüz dənə kamp tutuşubdur. Bu cürsə insanlar buranı kirayə edirlər. How much you paid for the rent for here? Oh, 65 For a day? per night. Yeah, For for a a day. night. It That is includes hydro, huh? hydro, okay. Elektrisi ilə baxım, yəni buranın həm elektriki də vardı. Onunla baxım gecəsinə 65 dolar kirayəsinə pul verirlər və beləsi gəlirlər burada dolanırlar. O da göyün gözəlliyidir. Ağaçların arasından görsənir. Amma buranın gözəlliyi ki var, budur ki, mən inşallah gəlirəm yarın tezdən buranın bir kamp saytını sizə göstərirəm. Gözəl bunların tualetləri var, çox təmiz və əl yumaqları, hamama getməkləri. Yaxında göl var. Gedirsən göldə üzürsən, dolanırsan, qayıq sürürsən falan edirsən. David, Sonra gəlirsən burada gedirsən hamama. bring the bench over so you can Qəşəng sit here? yuyunursan təmiz, çox isti su ilə, sərin su ilə hangisinin rahat olsan. Bunların hamısı vardı. Eyni halda elektriki də vardı ki, mesela burada maşınlar var. Əlin görüm göstərərsən. Mesela bu maşındır. Bunun bərqi sistemi var. Taxırlar o bərqi sistemin orada sim çəkiblər, bərqə taxırlar və adamlar oradan istifadə edirlər. Bu da onun bərqi sistemi. Əgər bura gələ bilsəm. Bu bunun bərqi sistemidir. Burada simləri buradan gedir o maşına, arabaya və gördüyünüz kimi insanlar burada ləzzət aparırlar. Biz də bu gecə qonaq çağırdılar. Durduq bir 160 kilometr maşın sürdük, gəldik bura. Çox gözəl, yəni baxsız hər tərəfdə evlər elə ucuz maşınlardan gətiriblər, kirayə eləyiblər və keçinirlər, burada kefə baxırlar. Əlbəttə ildə bir neçə şey də olur da, neçə dəfə olur, yəni çox bu o qədər də olardı bir şey deyil. Yəni hər halda baha bir şeydir, gecəsi 65 dolar, o da gərək əlbəttə 65 yaşdan yuxarı olsa nə belədir. Əgər yaşın 65-dən aşağı olsa baha olur. Kim 80-85 dolar olur. Beləsi. İstədim sizə bu şeydə görsədən biraz da tozih verəm ki, nə cürdür? Hər halda yenə də əgər imkanım olsa daha bu kampdən sizə video qoyaram. Sağ olun, var olun.